Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bugün imtahana düşmüş 10 may dim sınağında istifadə olunan 2 sualın izahına baxacağıq. Şagirdlərimizin ən çox maraqlandığı suallardan idi ona görə. Ümumi vəziyyətinizi yazarsınız, imtahanla bağlı görək vəziyyətiniz necə olubdur. Deməli, başlayaq. Bizdən təhlil istəyir. Gördüyünüz kimi baş üzvlərdən ikinci dərəcələrdən danışır. Birinci təhlil edirəm. Baxdı, kim baxdı? Hökmdar baxdı. Hansı hökmdar? Bunun düşmənə təslim olmaq əlaməti olduğunu yaxşı bilən hökmdar. Kimə baxdı? Ona tamamlıq. Necə baxdı? Təəccüblə, zəiflik. Gördüyünüz kimi belə bir təhlil. Deməli, uşaqlar, toy iştirakçılarının çoxluğu ev yiyəsinin böyük hörmətə malik olduğunun göstəricisidir. Olduğunun göstəricisi üçüncü növ, ev yiyəsinin böyük hörmətə malik olduğunun göstəricisi idi. Bütövlükdə xəbər. Səbəb nədir? Buradan bura kimi feili sifət tərkibidir. Feili sifətdə burada yiyəliş qəbul edib. Buradakı mənsubiyyətlə əlaqə girib üçüncü növ. Buradan bura üçüncü növdür. Buradan bura kimi də nədir? Feili sifət tərkibi. Ev sahibinin böyük hörmətə malik olduğunun göstəricisi idi. Nə? Toy iştirakçılarının çoxluğu. Toy iştirakçısı ikinci növdür, iştirakçıların çoxluğu üçüncü növ. Yalnız gördüyünüz kimi baş üzvlərdən ibarətdir. Qulaq asdığı kədərli əhvalat onun əhval-ruhiyyəsini tamamilə alt-üst etdi. Alt-üst etdi, tamamilə burada zəiflikdir. Nəyə alt-üst etdi? Onun əhval-ruhiyyəsini üçüncü növdür, bütövlükdə deməli tamamlıq. Alt-üst edən nədir? Əhvalat hansı? Qulaq asdığı və hansı? Kədərdir. İki dənə ayrıca təyinimiz var, qeyri-həmciz. Dünən kəndə gələnlər bugün onların şərəfinə təşkil olunmuş qonaqlıqda iştirak etdilər. İştirak etdilər. Nədə iştirak etdilər? Qonaqlıqda. Hansı qonaqlıqda? Onların şərəfinə təşkil olunmuş. Nə zaman iştirak etdilər? Bugün deyə bilərik ki, dünən kəndə gələnlər böyük heyranlıqla dinlədiyi musiqi qızı birdən-birə sehirli bir aləmə apardı. Deməli, apardı. Haraya apardı? Aləmə apardı. Necə aləm, sehirli aləm birdən-birə də zəiflik olacaq. Nə apardı? Musiqi apardı. Kimi apardı? Qızı apardı. Hansı qızı? Deyə bilmərik. Hansı musiqi apardı? Böyük heyranlıqla dinlədikdə bütövlükdə təyin vəzifəsindədir yoldaşlar. Buna diqqət edin. Təhlilimizdə nəsə problem olsa yaza bilərsiniz. İndi gəlin qruplaşdıraq. Bizə deyir ki, hər iki baş üz ismi birləşməklə ifadə olunubdur. Məsələn, B variantını yaza bilərik yoldaşlar, çünki ismi birləşmədir. A variantında mübtədamız adi isimdir. C variantında adi isimdir. D variantında mübtədamız feili sifət tərkibidir. Onu ismi birləşmə kimi qələmə vermək olmaz. E variantında da həmçinin. Birə B olan variantları rahatlıqla saxlaya bilərik. Baxın, elə cavabımız deyəsən ortaya çıxacaq. Birə B bu var, birə B bu var. Aha, bunu da sildim. Daha sonra deyir ki, baş üzvlərdən biri feili birləşməklə ifadə olunub. Gördüyünüz kimi uşaqlar, məsələn, burada baxdı və hökmdar, adi nitq hissəsi. Bu heç B-ni qruplaşdırdıq, bunu silirəm. Daha sonra alt-üst etdi, adi feil nümunəsidir, mürəkkəb feil. Əhvalatda yenə də adi isimdir. İştirak etdilər, adi feildir. Dünən kəndə gələnlər nədir? Feili birləşmədir və baş üzvlərimizdən mübtəda bununla ifadə olunubdur. Deməli, A-nı da silirəm. Cavab elə yəqin ki, C çıxacaqdı. Yenə də 3-ə C qoyublar, ona da baxaq. Deyir ki, uşaqlar, ikinci dərəcəli frazeoloji birləşməklə ifadə olunub. Qulaq asmaq nədir? Frazeoloji birləşmədir və təyin vəzifəsindədir. Bunu da bura yazıram. Digər nümunəmizdə E variantıdır, çöldə qaldı. Yuxarıdakı heç bir şərti, yəni ki, nə etmir? Qarşılamır. Növbəti sualımız gördüyünüz kimi Koroğlu eposundandır. Hasan Paşa bir də Bolu bəy konkret bir qol yazmayıbdır. Yəni siz ümumi nəzərdə tutacaqsınız. Hasan Paşa bildiyiniz məşhur obrazdır. Həmzənin qıratı qaçırmasında da əsasən aktiv rol oynayır. Bir də Bolu bəy bildiyiniz kimi Koroğlu ilə Bolu bəy qolunda, eləcə də yenə də Həmzənin qıratı qaçırmasında da rol oynayır. Hasan Paşa tək orada deyil, yenə Bolu bəy qolunda da özünü göstərir. Xodkarın təşkil etdiyi məclisdə iştirak edir. Baxın, diqqətli olun. Ümumi məclis desəydik ki, hər hansı bir məclisdə iştirak edir, uyğun olardı. Çünki Bolu bəy bildiyiniz kimi Toqatda Hasan Paşanın məclislərində aktiv iştirak eləmişdi. Ancaq Hasan Paşanın özü Xodkarın məclisində əsasən iştirak edib. Həmzənin qıratı qaçırmasında bildiyiniz kimi birinci Xodkarın deməli məclisi olur. Ondan sonra Hasan Paşa öz məclisini təşkil eləmişdi. Xodkarın məclisi elə Hasan Paşanın adı ilə bağlıdır. Bilirsiniz, o Hasan Paşa, yəni Xodkarın sağ qolu idi, ona yaxın bir adam idi. İstəyirdi ki, hamıdan əvvəl Koroğlunun üzərinə qoşun çəkib işi tək başına görsün. Bunun səbəbi yaxşı bir ad qazanmaq, eləcə də biraz da qadın faktoru idi. Dünya xanımla ailə həyatı qurmaq üçün Bolu bəy çox iş görmüşdü. Koroğlunu ələ keçirmək istəyən hər ikisi idi. Ümumiyyətlə bu Hasan Paşa olar, Bolu bəy olar, nə bilim Ərəb Reyhan olar, Təkür olar, daha doğrusu Xodkar olar, hamısına aiddir. Çənli belə Ərzincandan. Ərzincan hara aiddir? Bolu bəyin olduğu məkandır. Ərzincanlı Bolu bəy olaraq qeyd olunur. Deməli bunu da nəzərinizə çatdırım. Səhv yazdım bu arada. Aha, Ərzincanlı Bolu bəy. Və bildiyiniz kimi Bolu bəylə Koroğlu qolunda Hasan Paşanın məclisindən sonra birbaşa Ərzincana yollanır Bolu bəy. Ərzincana gedən kimi başlayır nəyə? İşlər görməyə, hazırlıqlar görməyə. Hazırlıqlarını görəndən sonra isə nə edir yoldaşlar? Artıq Çənli belə yola düşür, yəni hücum məqsədliydəsində məqsədi. Ona görə biz bunu dəstəkləyə bilərik. Koroğlunun üzərinə 3 tərəfdən qoşun çəkib ona ələ keçirməyi məsləhət görür. Baxın, məsləhət görmə bunu kimə məsləhət görür? Xodkara məsləhət görür ki, ay Xodkar, bu paşalar, bəylər hamısı Koroğlunu nə etmək istəyir? Hiylə ilə dəf etmək istəyir. Yəni İlanı Seyid Əhməd Əli ilə tutmaq istəyir. Ancaq biz nə etməliyik? Ona birbaşa 3 tərəfdən hücum çəkib onu ələ keçirməliyik. Bunu da deyən kimdir uşaqlar? Təbii ki, Hasan Paşadır.